Axşamınız xeyir olsun, əziz Instagram dostlarımız. Bu günləri sosial şəbəkəyə baxırdım və baxdım ki, bu Namiq, bu Asıq Namiq həqiqətən başından böyük danışır. Belə də götürsən elə ağzına nə gəlib onu danışır. Mən səhər efirdə sadəcə olaraq musiqi cəmiyyəsində musiqiyə müdaxilə elədim ki, yəni sazda oriental olmaz, yəni saz bizim ulumuzdur, saz bizim müqəddəsimizdir. Bu mənada müdaxilə elədim ki, olmaz, saza hörmətsizlik olmaz. Saz kimi çalınmalı. Dövr qədimdən dədələrimiz, ulularımız saza 72 hava qoyub gedir. Bir neçə kəlmə söz işlətmişəm, amma mən kimisə şəxsiyyətinə, kimisə təhqir edeyim, belə söhbət olmuyor. Bu Asıq Namiq çıxıb efirdə tamam başqa şeylər danışır. Namiqə mən buradan deyərəm ki, Namiq sən bizə şey yadından çıxartma ki, kişi həyatda vurular da, kişi vurar da, kişi içəridə düşər, kişi içərdən də çıxar. Yəni bu insan üçün də heç kim garantidir. Ne olar ki, hər adamın başına hər iş gələ bilər. Amma sən mənim haqqımda elə bir şər atırsan ki, elə bir şər danışırsan ki, tamaşaçılarımız da, bizi izləyənlər də eləsi var ki, ola bilər sənə inanar, deyər ki, bu elə düz danışıb. Mən demək istəyirəm ki, mən elə bir sənətkaram ki, yaradıcılığımı qoyuram bir qırağa, hər bir şeyi bir qırağa qoyuram. Elə bir sənətkaram həyatda ki, elə bir toy olmayıb ki, el sənlikləri olsun, tədbirlər olsun, elə bir oğlan çıxsın, desin ki, Tazir Şahmaloğlu hansısa bir məclisdə özünü yaxşı aparmayıb, kimsə Tazirə əl qaldırıb, kimsə ya Taziri vurub. Yəni bu elə bir oğlan çıxsın, onu desin, nə deyirsə mən onunla razılaşıram. Yəni bu mənim həyatımda, 50-lik həyatımda bu olmuyor həyatda. Çünki mən hansı bir qapıda olmuşamsa, oradan qızını, bacım, gəlinini, anam bilmişəm. Çünki mən orada çörək qazanmışam. Çörək qazandığım yerə də mən naxələf olmaram heç vaxtı. Sən insan Namiq, həyatında çox şeylər olur. Sən aşmıram, ağartmıram, yəni həyatda təcavüzdür, bu şeyləri açaram, ağardıram. Sən mənim uzaqbaşı nəyimi ağardırsansa, ağart, aç, hamısını tök ortalığa. Bunu olsa zaten mənim xalqım məni hər bir şeyimi bilir. Mən kiməm, kimin oğluyam, nəçiyəm, hansı nəsildənəm, necə sənətkaram, bunu hamı bilir. Amma sən imenmoy başından böyük, bəlkə də sən başını razım erim bilmirsən, amma çox böyük. Sən başından böyük o bığ söhbətini eləmirsən. Ya sən o bığ söhbətini sübut edərsən, ki görək o bığ söhbəti nə vaxtsa olub, kim eləyib. Onu ya sübut edərsən, ya da mən sənə çox şey sübut edəcəm. Səndən əl çəkən sən onu sübut eləməlisən. O bığ məsələsi. Bu qədər.